Region gənclərinin ictimai fəallığının artırılması layihəsinin növbəti təlimi Oğuz rayonunda keçirildi. Seminar təlimlərə 150 gənc, eləcə də xeyli sayda ziyalı və ictimaiyyət nümayəndələri qatıldı. Tədbirdə əsasən uğura gedən yolda özünə inam, liderlik və idarəçilik bacarıqları, eləcə də uğurlu karyera qurulması mövzularında müzakirələr aparıldı. Bu məsələlər bizə inam yaradır ki, gələcəkdə də bu tip tədbirləri regionlarda keçirək və gənclərimizin maarifləndirilməsinə və onların ictimai fəallığının artırılmasına töhfəmizi verək. Gənclərin təlimlərə marağı və çox aktiv iştirakı bizim çox xoşumuza gəldi. Biz belə bir qənaətə gəlirik ki, bugün təqdim etdiyimiz mövzular haqqında gənclərin məlumatı var, gənclər aktivdirlər. Sadəcə onlara müəyyən bir istiqamətlər göstərmək lazımdır. İştirakçılar da təlimin xüsusi əhəmiyyətini vurğulayır. Bir region gənci olaraq mən Azərbaycanda gənclərin inkişafının canlı şahidiyəm. Azərbaycan gənclərinin dünyanın müxtəlif yerlərində təhsil alması buna bariz nümunədir. Biz gənclər olaraq çalışmalıyıq ki, həm zamanımızı düzgün qiymətləndirək, həm də düzgün seçimlər edək ki, Azərbaycan Respublikasının gələcəkdəki inkişafında bizim də payımız olsun. Təlimlərdə fəallıq göstərən iştirakçılara sertifikatlar da təqdim olundu. Qeyd edək ki, növbəti seminar Şəkidə keçiriləcək. Leyla Sultanova, Rasim İslamov, Bəxtiyar Atayev, Carçı Oğuz.